Hər vaxtınız xeyir əziz RTV izləyiciləri. Mən xanım Cavanşir qızı sizə gizli tariximizi təqdim edirəm. Çətinliklə də olsa Messing Sovet Sosialist Respublikalar İttifaqına gəlir və yoldaş Messing elə burada yoldaş kimi də qarşılayırlar. Onun memuarında Kreml haqqında xatirələri var idi, hansı ki burada həm dünyanın, həm də elə oxucuların ən çox diqqətini çəkən onun Stalinlə olan görüşləri idi. Belə bir fərziyyə var ki, günlərin bir günü Messingi Kremlə gətirirlər və onu Stalinlə görüşdürürlər. Stalin ona baxaraq deyir: "Yoldaş Messing, mən sizə buraxılış vərəqəsi vermədən siz Kremldən çıxa bilərsinizmi?" Messing isə bunun uşaq oyuncağı olduğunu deyir. Stalin öz katibini yanına çağıraraq Messingdən 10 addım arxada getmək şərti ilə onu izləməyi tapşırır. Özü isə pəncərənin qarşısına keçərək Messingə belə deyir: "Əgər siz buradan icazə vərəqəsi olmadan çıxsaz, düz həmin ağacın yanında dayanarsınız." Və bir neçə dəqiqədən sonra Messing həmin ağacın yanında peyda olur. Stalin ondan bunu necə etdiyini soruşur. Messing isə çox sadə bir cavab verir: "Mən çıxışda mühafizəçiyə dedim ki, general gəlir və onu hərbi qaydada salamlamaq lazımdır." Bu sözlərimlə birlikdə də mühafizəçi qapını açdı və mən artıq Kremldən kənardaydım. Kabinetində var-gəl eləyə-eləyə xəyala dalmış Stalin nəhayət daha bir eksperiment təklif edir. Adi əmanət kassalarından birinə yollanıb heç bir sənəd filan təqdim etmədən oradan 100.000 manat almaq. Messing bu tapşırığın da öhdəsindən asanlıqla gəlir. 2 nəfər orqan işçisinin şahidliyi ilə kassir tamamilə ağ vərəq əsasında sayıb ona 100.000 manat pul verir. Hipnozdan ayılanda isə tutduğu işdən dəhşətə gələrək yerindəcə infarkt keçirir. Ümumiyyətlə, Messing-Stalin münasibətləri barədə çox şey danışılır. Deyilənə görə faşist Erich Hanussen Hitlerə, Messing isə Stalinə məsləhətlər verirmiş. Onun qırmızıların arasında həyatının firavan keçdiyini demək olmaz. Necə deyərlər, bir ilanın əlindən qurtulub, o birinin əlinə düşmüşdü. Sovetlərdə ona heç vaxt etibar etmirdilər. Elə 2-ci Dünya müharibəsinin ilk günlərində bu müharibə nə ilə bitəcək sualına mən 4 illik müharibənin sonunda Berlində qırmızı ulduzlu tanklar görürəm cavabı az qala başına bəla olmuşdu. Axı onda Sovet Sosialist Respublikalar İttifaqı ilə Almaniya dostuydu. Sonrakı illərdə Messing əsl vətənpərvər Sovet vətəndaşı kimi arxa cəbhədə var gücü ilə çalışdı. Zəhmətkeşlər qarşısına konsertlər verdi. Müharibə gedə-gedə İlk legal Sovet milyoneri oldu. Şəxsi vəsait hesabına cəbhəyə 2 təyyarə düzəltdirib göndərdi. Nəcib əməlləri ilə insanlara yardım etdi, xeyriyyəçilik ilə məşğul oldu. Ancaq bütün bunlara baxmayaraq onun həyatı və fəaliyyəti barədə düşünəndə bu qeyri-adi bəsirət sahibinin əslində necə faciəli bir şəxsiyyət olduğunu görməyə bilmirsən. Bu isə bir neçə amillə bağlı idi. Messing bütün fantastik qabiliyyətinə baxmayaraq özünü sirr ailəsinə bürüyüb, müəmma təcəssüm olmaqdan xeyli uzaq, açıq təbiətli adam idi. O istər mütəxəssislər, istər kütlə qarşısında fenomenal qabiliyyətinin sirlərini böyük həvəslə şərh edir. Qabiliyyəti olan digər insanlarda da bir işıq ucu görəndə köməyini, məsləhətlərini, insanpərvərliyini əsirgəmirdi. Ruhi qabiliyyəti ilə qeyd aləmindən çıxaraq pərdə-pərdə şəhadət aləminə yaxınlaşan insanları Messing xurafat tozundan təmizləməyə çalışır və ən başlıcası bu qüdrəti insanın rifahı naminə sərf etmək üçün özünün bütün əfsanəvi nüfuz və şöhrətindən istifadə edirdi. Bugün dünyanın məşhur telepatlarından və ekstrasenslərindən ən çox onun barəsində müzakirələr aparılır. Məhz Messingin qeyri-adi qabiliyyətləri mübahisə doğurur. Əsasən məşhur özüm haqqında memuarının hər məqamı araşdırılmaya məruz qalır. Məsələn, təsəvvür edin ki, indiyə kimi onun barəsində elə yalnız bu yazıda oxuduqlarınızın hamısı bircə-bircə təftiş olunur və Messingin öz adı ətrafında sadəcə bir mif yaratdığı iddia edilir. Gəlin inkarçıların bəzi fikirləri ilə tanış olaq. Araşdırmaçı Schenfeld yazır ki, Messingin memuarı özü yox, 60-cı illərin jurnalist və popularizatoru Mixvas ləqəbli Mikhail Vasilyeviç Xvastnov tərəfindən yazılıb. Çünki Messing tam savadlı deyildi və rus dilində də səlis yaza bilmirdi. Memuarda Wolf Messingin Einsteinlə, Freudlə Venada görüşməsi yalandır. Çünki Venada Einsteinin heç vaxt evi olmayıb və 1913-25-ci illər arasında dahi fizik ümumiyyətlə Venaya gəlməyib. Almaniyada, Polşada və digər ölkələrin mətbuatında Messingin memuarda iddia etdiyi tarixlərdə onun barəsində materiala rast gəlinməyib. Həmçinin eyni qaydada nə Sovet Sosialist Respublikalar İttifaqı Təhlükəsizlik
orqanlarının dossiyelərində, nə də Kremlin qeydiyyat jurnallarında Wolf Qriqoryeviç barədə hansısa məlumat, onun Kremlə gəlişi və çıxışı, yoldaş Stalinlə görüşləri barədə qeydlər yoxdur. Hansısa əmanət bankından pul almağa gəlincə isə o dövrün bank mütəxəssisləri, elə indikilər də birmənalı şəkildə bildirirlər ki, bankdan pul almaq üçün qəbzi xəzinədara yox, mühasibə verməlisən. Alınacaq məbləğ böyük olduqda isə instansiyaların sayı artır. Əlbəttə ki, 20-ci əsrin böyük telepatı və hipnozçusu olan Messing haqqında daha dolğun öyrənmək üçün onu heçə sayacaq şəxslərin fikirlərini belə dinləməliyik. Çünki tarixə böyük damğa vuran Messing hələ də insanların ağlında suallar yaradan dahi şəxsiyyətlərdən biridir. Bugünlük bu qədər əziz RTV izləyiciləri, eyni zamanda eyni məkanda görüşmək ümidi ilə. Sağ olun.